İdman sferasında neçə ildir varsa? İdman sferasında 2010-cu ildən və belə odu-budu hələ idmandayam. Düzgün məşq sistemini seçməyi bacarmalıdır. Bəs bunu dəf etmək üçün nə edirsən? Bunu da artıq sənə psixologiyaya yaxşı təsir etmirlər. Mən düşünürəm ki, idmançılara, ümumiyyətlə idman cəmiyyətində olan insanlara haqsızlıq olunur. Gündə bir adamdan bir şey soruşur, gündə bir adamdan bir mövzunu soruşur, gündə bir adamdan məşq eləyir. Burada nə dəyişə bilər ki? Sən nəyi dəyişdin ki, yəni? Məsələn, xanımların sinə məşq eləməyi düzgün deyil. Səncə insanlar məşqdə ən çox hansı səhv edirlər? Həyatlarının bir yerinə idmanı məncə əlavə eləsələr daha yaxşıdır. Salam əziz izləyicilər, YouTube kanalıma xoş gəlmisiniz. Bugün Sport Talk'ın növbəti buraxılışı ilə qarşınızdayıq. Və mənim qonağım fitness məşqçisi Məmmədəli Baxışıdır. Xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Sağ olun, necəsiz? Yaxşı. Necə gedir işlər? Şükür Allah, yaxşı yavaş. Həmişə deyirəm səninlə danışıb sonra sizə keçirəm belə bir situasiyanın ortasında. Necə gedir işlər? Şükür Allah, yaxşıdır, hər şey yavaş-yavaş. İdman sferasında neçə ildir varsa? İdman sferasında 2010-cu ildən. İdmana sərbəst güləşlə başlamısan. Bəli, sərbəst güləşlə. Necə gəldin? Mənim bir dostum var idi, o güləşlə məşğul olurdu. Bizim ailədə də hər kəs, yəni babam, atam idmanla məşğul olublar. Sərbəst güləşlə Sərbəst güləşlə məşğul olurlar, bəli. Və o dolayısından və həm də dostumun məşğul olmasından mən də idmana başladım, sərbəst güləş seçdim və belə odu-budu hələ idmandayam. İdmana gəlməyinə peşmansan yoxsa? Yox. Yox. Yaxşı gəlmişəm. Bir idmançı və günümüzün məşqçisi olaraq idmanda yaşadığın çətinliklər nələrdir? İdmanda ilk öncə yaşadığım ən böyük çətinliklərdən biri psixoloji dəstək. Yəni bu dəqiqə nəinki məndə, əksər idmançılarda ən böyük problemlərdən biri psixoloji dəstəyin zəif olmağıdır. Yəni idmançı ilk öncə psixoloji cəhətdən hazır olmalıdır və düzgün məşq sistemini seçməyi bacarmalıdır. Məsələn, adam var ki, çox məşq eləyir, həddindən artıq məşq eləyir, səhər məşq eləyir, axşam məşq eləyir. Hətta gündə 3 dəfə məşq eləyənlər var, ancaq nəticə yoxdur. Niyə? Çünki düzgün məşq eləmirlər. İstər peşəkar idmançılar olsun, istərsə də bu idmana yeni başlayanlar olsun, həvəskarlar olsun, düzgün məşq sistemi ilə məşq etmirlər. Əsas problemlərdən biri bu gün odur, düzgün məşqçi seçmirlər. Bax, məşq sistemində psixologiyanın vacibliyini qeyd elədin də və sənin özün də buna qarşılaşırsan. Bəs bunu dəf etmək üçün nə edirsən? Bunu dəf etmək üçün fikir verməmək lazımdır. Məsələn, mənim adidə elə dostlarım var ki, hər oturanda stola, hər söhbət eləyəndə söhbət idmandan düşür, deyirlər idmanın başını burax, get nə bilim dövlət işində işlə, get fərqli bir işdə işlə, idmanın başını burax, idman sənə fayda verməyəcək. Amma ya həmin insanlarla mövzunu dayandırırsan, o mövzuda danışmırlar, ya da ki, həmin insanlardan uzaqlaşmağa başlayırsan ki, artıq sənə psixologiyaya yaxşı təsir etmirlər. Gəlib biraz əvvəldən bu günə gələk. Sərbəst güləşlə məşğul olmusan. Neçə il? 2010-cu ildən sərbəst güləşlə məşğulam. Sərbəst güləş sənə nə qazandırıb? Sərbəst güləş mənə ümumiyyətlə bu idmanı, yəni idmana mən sərbəst güləş vasitəsilə daxil olmuşam. Sonra 2018-ci ildən başladım bir fitness trener kimi fəaliyyət göstərməyə. Ümumiyyətlə mən uşaq vaxtından araşdırmağa çox meylli idim ki, məsəl üçün anatomiyası olsun, bunun hormonları olsun, endokrin sistemidir, bunları araşdırmağa başlamışdım və necə gəldi məşq etməyin heç vaxt tərəfdarı olmamışam. Düzdür, mən güləşdən elə böyük nəticələrim yoxdur, çünki mən yarış hazırlığı olsun, istər mən universitetə hazırlaşırdım. Məsələn, bizdə 10-cu sinifdir, yeniyetmə dövrüdür, əsas 10-cu, 11-ci sinif. Bu dövrlərdə mən həm məşq eləyirdim, həm də yarış hazırlığındaydım. Məsələn, səhər evdən çıxırdım, gün ərzində 3 dənə, 4 dənə hazırlığa gedirdim. Məsələn, yekə bir sumkam vardı, ora yemək də var idi, onun içində məşq paltar da var idi. Bir-iki dənə də kitab dəftər var idi, həm də hazırlığa gedirdim. Yəni belə bir qaçaqovla, yəni güləşdə istədiyim nəticəni əldə edə bilmədim. Bəli. Sonra universitet oldu, universitetdə də yenə dərsdən çıxdım, qaçdım məşqə, dərsdən çıxdım, qaçdım məşqə. Yəni o da belə istədiyim nəticə əldə olmadı. Ümumiyyətlə gərək uşaq vaxtından sən seçim eləyəndə, düzgün seçim eləyəsən. Mən idmanı seçirəm, yoxsa gedib hər hansısa bir işdə işləyəcəm. Bax, yeniyetməlik müddətində bir idmançı və məşqçi olaraq bunu seçmək çox çətindir. Bəli. Və bizi istiqamətləndirən valideynlərimizdir. Bu periodu keçən bir idmançı olaraq nə deyə bilərsən?
Bu ümumiyyətlə insanın həvəsi nəyədirsə, gərək ilk növbədə onu seçsin. Mən məsələn özüm İqtisad Universitetini bitirmişəm və ixtisasca mühasibəm. Ancaq ki bu dəqiqə mən nə mühasib işləmirəm, nə də ki bu işə bir həvəsim yoxdur. Yenidən mən idmanın içindəyəm, idman sferasındayam. Amma mən o keçdiyim dövrləri daha çox idmana sərf eləsəydim, indi daha yaxşı nəticələr olardı. Bəzən bu mövqeyə gələndə düşünürsənmi ki, valideynlərin səni səhv yönləndirib? Ola bilər. Bunu nəyə görə soruşuram? Çünki məsələn orta məktəbdə oxuyan tələbələr var ki, idmanla məşğuldurlar və çox yaxşı potensialları var idmanda. Amma valideyn evdən təqidlə istiqamətləndirir ki, get dərslərini oxu, universitetə qəbul ol. Uşaq bütün talantını sırf təhsil uğrunda həba eləyir. Bu istiqamətdən nə deyə bilərsən? Bu ümumiyyətlə ilk öncə bu idmandan baxıram. Valideynlər uşağı idmana qoyurlar və ailə olaraq idmandan anlayışları yoxdur, amma uşağın xüsusi bir istedadı var. Uşaq yaxşı məşq eləyir, uşağın yaxşı potensialı var. İstər bu güləşdə olsun, cüdoda olsun, boksda olsun və valideyn artıq 10-cu sinif başlayır 5 dənə hazırlıq, səhər axşam hazırlıq. Uşağın da idmanda böyük bir potensialı var və uşaq belə deyim, idmandan uzaqlaşır. Sonra mən elə şahid olmuşam ki, uşaq idmandan uzaqlaşır və nə universitetə daxil ola bilir, nə də ki idman sahəsində uğurlu ola bilir. Yəni hər ikisindən məhrum olur. Amma uşağın bir özünlə oturub söhbət eləmək lazımdır, qarşısına qoymaq lazımdır. Sən bu yolu seçirsənsə, burada nəticə verə bilərsənsə, özünə arxayınsənsə, sən hansını istəyirsənsə o yolu seç. Amma sən mütləq şəkildə oxumalısan, elə bir şey. Oxumaq düzdür, təhsil önəmlidir, təhsil vacibdir. Ancaq ki, əgər bu insanın seçimi idmanı daha çox istəyirsə, məncə idmana daha çox yönəlsə bir o qədər yaxşıdır. Və elə insanlar da var ki, məsələn, valideyn özü idmançı olub, istəyir uşağı mütləq şəkildə idmançı olsun, amma uşağın idmana həvəsi yoxdur. Potensialı da olmur. Potensialı da yoxdur, həvəsi də yoxdur. Deyir, yox, sən mütləq şəkildə idmançı olmalısan, mütləq şəkildə yarışa çıxmalısan, mütləq şəkildə məşq eləməlisən. Bu da yanlış bir seçimdir. Onsuz insan 5 ildən, 6 ildən sonra artıq özü düşünən zaman nələrinsə düz olmadığının fərqinə varır. Bəli. Və bəzən də bəzən deyil də ümumiyyətlə zamanı geri qaytarmalı olur. Bəli. Bu gün məşqçi olaraq qarşılaşdığın ən böyük problem nədir? Bu gün mən fitness məşqçi olaraq fəaliyyət göstərirəm, fitness trenerəm. Və qarşılaşdığım ən böyük problemlərdən biri də düzgün məşq sistemidir. Məsələn, mən məşq sistemindən danışanda hər kəs deyir ki, yenə başladı danışmağa, yenə bu kitab dəftərə ehtiyac yoxdur, akademik araşdırmaya ehtiyac yoxdur. Ümumiyyətlə biz nəyisə icra ediriksə, bunun bir araşdırması olmalıdır. Məsələn, mən zallarda işləyirəm, baxıram məşqçilər var. Bəli. Necə gəldi məşq keçirlər? 3 ay gedib kurs keçib gəlib məşqçi olur. Bəli, 3 ay gedirlər, kurs eləyirlər və başlayırlar, biz bir dənə də yarışa çıxırlar. Biz fitness trenerik, biz məşqçiyik. Baxırsan ki, ümumiyyətlə idmandan anlayışı yoxdur. Baxırsan genetikası yaxşıdır, yaxşı farmakologiya eləyib, müəyyən bir forması var. Ancaq ki, idmandan anlayışı yoxdur. Düzdür, müəyyən bir dövrdə əziyyət çəkib, həmin dövrün quruma dövrü var, məşq sistemi var, bunların əziyyətini çəkib. Ancaq bu o demək deyil ki, bu hansısa bir tələbə ilə ciddi şəkildə işləyəcək və yaxşı bir məşqçi olacaq. Açığı mən düşünürəm ki, bugün başqa sferada olan insanların hər biri o genetika dedikdə gəlib yaxşı nəticə verdiklərinə görə birbaşa özlərinə məşqçi adı verirlər. 100%. Yəni ən böyük problemlərdən biridir bu. Burada mən düşünürəm ki, idmançılara, ümumiyyətlə idman cəmiyyətində olan insanlara haqsızlıq olunur. Çünki illərlə əziyyət tökənlər var və həm maliyyə tərəfdən, həm psixoloji tərəfdən. Amma 3 ay məşq eləyib də gəlib belə bir mən məşqçiyəm demək. Bilirsiniz necədir? Mən sizə belə bir şey deyim. Məsələn, baxırsan hal-hazırda indi zalın özündə də məşq eləyənlər var. Məşq eləyir, gündə bir adamdan bir şey soruşur, gündə bir adamdan bir mövzunu soruşur, gündə bir adamdan məşq eləyir. Və baxırsan həmin insanın müəyyən qədər bir genetikası da var. Və həmin insan gəlir farmakologiya ilə tanış olur və artıq yarışa çıxır. Və yarışa çıxır, genetikası da yaxşıdır, müəyyən bir nəticə əldə eləyir. Və baxırsan ki, bu insanın məşq sistemindən ümumiyyətlə anlayışı yoxdur. Ancaq bəzi səbəblərdən və həmin insan da çıxır yarışda uğurlu olur və artıq görürsən biosuna yazır fitness trener, diyet plan üçün müraciət eləyə bilərsiniz, fərdi məşqlər üçün müraciət eləyə. Artıq oldu müəllim. Ancaq oturub ondan məşq sistemindən danışanda, ümumiyyətlə bu insan bilmir progressive overload nədir, mexaniki stress nədir, protein sintezi nədir. Ümumiyyətlə əzələ kütləsinin artımı üçün, yaxşı forma əldə etmək üçün ilk növbədə protein sintezi çox önəmlidir. Ümumiyyətlə bizim bütün bu proses,
bütün bu əzələ kütləsinin artımı birbaşa protein sintezindən asılıdır. Və biz məşq sistemini elə qurmalıyıq ki, bizim protein sintezi mükəmməl şəkildə olsun. Məsələn, mən əksərən zala gələnlər olur, həftədə 3 dəfə zala gəlirlər və həmin insanlar baxıram split şəklində məşq edirlər. Split məşqi nədir? Məsələn, sinə qol qabağı və yaxud da həftədə 5 dəfə gəlirlər, bir gün sinə işləyir, bir gün kürək işləyir, bir gün çiyin işləyir. Yəni burada deməyə məqsədim odur ki, bir əzələ qrupu həftədə maksimum 2 dəfə işləməlidir. Gəlirlər split şəklində məşq eləyirlər və bir əzələ qrupu həftədə düşür 1 dəfəyə. Və bunun açıqlamasını verirsən ki, səndə bir əzələ qrupunu həftədə 1 dəfə işləsən, bədəndə protein sintezi zəif gedəcək. Və bu protein sintezini düzgün nizamlamaq lazım. Protein sintezi bədəndə sürətli getsin. Baxırsan ki, deyir, yox, bodybuilderlər bəs həftədə bir dəfə hər gün gəlirlər, fərqli əzələ qrupu işləyirlər. Bir əzələ qrupu həftədə bir dəfə düşür, daha çox pump yönümlü məşqlər eləyirlər. Və bu zaman mən deyirəm ki, həmin insanlar farmakologiyadan istifadə eləyirlər və bu farmakologiyadan istifadə etdiyinə görə ümumiyyətlə heç kim o sualı verməyib ki, farmakologiyanın məqsədi nədir? Düzdür, güc verir, əzələ kütləsini verməyində səbəbi nədir? Yox, ümumiyyətlə farmakologiya belədir ki, protein sintezini sürətləndirir deyə əzələ kütləsində artım olur. Protein sintezdə nədir? Məsələn, natural bir atletdir, çəki başına 1,5-2 qram bu insan bədəni zulal qəbul eləyə bilir. Məsəl üçün 2 qramdan artıq bu insan zulal isə, bu artıq zulal enerjiyə çevriləcək, belə deyim, karbonhidrata çevriləcək. O zulal kimi biz onun faydasını görməyəcəyik. Və bu adam çəki başına lap 3 qram, 4 qram da isə bunun artıq ona faydası yoxdur. Amma bu farmakologiyadan istifadə edən insanda elədir ki, bu 3 qram, 4 qram zulalı asanlıqla qəbul eləyə bilir. Çünki bədən onu sintez eləyə bilir. Ancaq sən natural məşq eləyirsən, səndə bədən protein sintezi zəifdir, o qədər zulalı bədən sintez eləyə bilmir. Yəni ümumiyyətlə ilk öncə bu farmakologiyanı niyə istifadə edirlər, onun məqsədini bilmək lazımdır. Yəni ona görə həftədə 3 dəfə məşq edən insan üçün ən ideal məşq sistemi full bodydir. Sən ümumiyyətlə necə məşq sistemi qurursansa qur, bir əzələ qrupu həftə ərzində minimum 2 dəfə işləməlidir. Əgər əks halda bədəndə protein sintezi zəif olur. Buna görə mən hətta çox mənlə mübahisə edənlər var bu mövzu haqqında. Baxıram məsələn paylaşır ki, bodybuilderdir və yaxud da powerlifterdir. Paylaşır ki, bu qədər nəticələr full body ilə olmayıb, bu qədər nəticələr akademik araşdırmalarla olmayıb. Ancaq hər bir şeyin bir açıqlaması var, hər bir mövzunun bir arxasında elm durmalıdır və düzgün şəkildə araşdırma olmalıdır. Məsələn, məşqçidir, gəlir deyir, bunu belə işləmə, belə işlə. Deməli sən niyə? Məsələn, niyə mən bunu işləməyim, bu gün bunu işləməyim? Bu gün bunu eləyim. Məsələn, adicə deyir, qidalanmadan söhbət düşür də. Deyir, məsələn, bu gün bir yumurta yedin, sabahsı gün bir yumurta ye və bir yumurtanın yanında təkcə ağını ye. Burada nə dəyişə bilər ki? Sən nəyi dəyişdin ki, yəni? Elə bunu qeyd eləyəcəydim ki, sosial mediada hamı belə deyim, məşq planı və sağlam qidalanma planı satır da. Bunun neçə faizi doğrudur? Mən deyərdim bunun 70% yanlışdır. Məsələn, baxırsan blogerdir, hər hansısa bir xanımdır. Biraz zala gedir, ümumiyyətlə idmanla tanış olur və artıq başlayır məşqçi kimi, diyetoloq kimi fəaliyyət göstərməyə. Yəni bu başlayır diyet plan yazır. Diyet planda hamısı otlardan ibarətdir. Hamısı göy-göyərtidir, kahı, brokoli. Baxırsan ki, burada zülal mənbəyi azdır, yağın mənbəyi azdır, karbonhidrat yoxdur, ümumiyyətlə sıfır karbonhidratla diyeta yazanlar var. Bu da nədir? Müəyyən qədər həmin insan çəki ata bilir. Həmin insanın çəkisi düşür, düzdür. Ancaq bu bir həftəyə gəlir mənim 3 kilo çəkim düşdü. Və bu davamlı olmur. Və bədən də zəifləyir. Bədənin zülala ehtiyacı var, karbonhidrata ehtiyacı var, yağa ehtiyacı var və bədən sadəcə itki verir. Burada bizim sağlamlığımız da var. Ciddi şəkildə əzələ itkisi olur, ciddi şəkildə bədənin belə deyim, sağlamlığına zərər olur və bu davam etdirilə bilir, olmur. Məsələn, mənim yanıma tələbələr gəlir, baxırsan ki, bu insan zala gücündən gəlib də, zala, yəni adi sumkasını yığıb zala gəlmək böyük bir bu insan üçün uğurdur. Nailiyyətdir, bəli. Gəlir zala və həmin insana o dəqiqə başlasan ki, şirniyyat olmaz, çörək olmaz, o olmaz, bu olmaz. Psixoloji çöküş. Bəli, psixoloji cəhətdən çöküş edir həmin insan və idmandan uzaqlaşır. Deyir, yox elə belə yaxşıdır, bu çətindir və həmin insana başlayırsan yavaş-yavaş fast food yeyirsən, məsələn həftədə 5 dəfə fast food yeyirsən, deyirsən yavaş-yavaş sal 4 dəfəyə, sal 3 dəfəyə, yavaş-yavaş şirniyyat azalt, adaptasiya, yavaş-yavaş keyfiyyətli karbonhidrata üstünlük ver, zülalın miqdarını artır və belə həmin insan artıq başlayır ki, müəyyən qədər nəticə əldə edir. Biri var, həm zərərli qidalansın, həm
məşq eləməsin. Biri var zərərli qidalansın, birinci məşqə gəlsin. Sonra yavaş-yavaş zərərli qidanı azaltsın və məşqinə davam eləsin. Artıq bir müddətdən sonra həmin insan özündə bir xoşbəxtlik hissi yaranacaq və həmin insan daha məşqi bir gündəlik həyat tərzinin bir vasitəsinə çevirəcək ki, mən məşqə getməliyəm, özünü daha xoşbəxt hiss eləyəcək. Düzgün məşq sistemi individualdır. Amma niyə hamı fərqli şəxslərə eyni proqramı verir? Mən sizə belə bir şey deyim. Düzgün məşq sistemi individualdır sözü. Məşq sistemi var düzgün. Bu çaşdım. Bu da mən qazandım. Həmişəki kimi. Elə bir smash keçmək asandır. Bu da asan deyil. Davay. Buyurun. Sizə belə bir şey deyim. Məsəl üçün düzgün məşq sistemi dedikdə var peşəkar atletlərlə işləmək, var adi həvəskar idmançılarla işləmək. Ümumiyyətlə müəyyən bir sistem olmalıdır və o sistem tətbiq olunmalıdır. Sistemdə nəyə fikir vermək lazımdır? Progressive overload-a. Yəni necə məşq keçirsən keç, sən progressive overload-a fikir verməlisən. Sənin məşq sistemin mexaniki stress əsasında olmalıdır. Yəni sən əzələ böyümə prinsipi var da əzələnin. Bəli. Deyirlər ki, əzələ pumpla böyüyür, metabolik stresslə böyüyür və mexaniki stresslə böyüyür. Və son akademik araşdırmalar göstərir ki, əzələ mexaniki stresslə böyüyür. Və burada belə bir sual yarana bilər ki, mexaniki stress nədir? Hərəkətin işləmə sürətinin yavaşlamasına baxmayaraq, əgər sən hərəkəti icra edirsənsə, bu mexaniki stressdir. Və əzələnin belə deyim mən sizə, 20-ci sayda sən əzələni yora bilərsən və 6-cı, 8-ci sayda sən əzələni yora bilərsən. Əgər 20-ci sayda sən əzələni yoran zaman sinir sistemi həddindən artıq yüklənir. Və bu zaman səndə nə proses yaranır? Fatiq qalxır, stimulus aşağı düşür. Ancaq sən 6-cı və yaxud da 8-ci sayda tükənişə yaxınlaşdığın zaman isə stimulus qalxır, fatiq isə aşağı olur. Və ümumiyyətlə düzgün məşq sistemi bunun əsasında qurulmalıdır. Məsələn, fərqli nə ola bilər? Məsələn, tələbə gəlir, çiyni daha zəifdir və yaxud sinəsi zəifdir, kürəyi zəifdir. Onun məşq sistemində sən hara daha çox fokuslanmalısan, onu planlayırsan ki, məsələn, bu tələbənin çiyni daha çox zəifdir, bu tələbənin artıq çəkisi var, bu arıqlamaq istəyir. Digər tələbə daha çox əzələ kütləsi qazanmaq istəyir, bir qədər böyümək istəyir. Artıq onun məşq sistemi tam fərqli şəkildə olur. Mən belə bir şeyin şahidi olmuşam ki, kişi məşqçilərimiz qadın gələn müştərilərə belə kişilərə verdiyi məşqin eynisini verirlər. Bu nə dərəcə doğrudur? Belə deyim mən sizə. Məsələn, xanımlarda baxıram gəliblər zala, sinə məşq eləyirlər. Məsələn, xanımların sinə məşq eləməyi düzgün deyil. Bəli. Ancaq ki, sistem ümumilikdə eyni sistem olmalıdır. Necə eyni sistem olmalıdır? Yenə dediyim kimi sizə progressive overload əsasında olmalıdır, mexaniki stress əsasında olmalıdır və protein sintezinə önəm vermək lazımdır. Məsələn, xanımların bəziləri qorxur ki, mən məsələn işləyərəm, əzələ kütləm artar mənim, nə bilim, xoş görüntü yaranmaz. Bu tam yanlış fikirdir. Bəzi sosial şəbəkələrdə görürlər ki, hər hansısa bir xanımdır, daha əzələ kütləsi var, daha çoxdur və bu görüntüdən qorxurlar və bir şey nəzərlərinə çatdırım ki, o farmakoloji dəstəklə olur və o natural şəkildə heç bir xanım o cür əzələ kütləsinə sahib ola bilməz. Yəni bu hormonal cəhətdən qeyri-mümkündür. Səncə insanlar məşqdə ən çox hansı səhv edirlər? Məşqdə etdikləri ən çox səhv həddindən artıq məşq eləməkdir. Yəni gəlirlər, həddindən artıq məşq eləyirlər. Stabil olaraq nə qədər müddət məşq eləmək lazımdır? Belə deyim mən sizə, mənim yanıma tələbələr gəlir və mən onlara stabil olaraq məşqin müddəti gedir, təzə başlayırlar. 45 dəqiqə, 1 saat, yəni bundan artığa ehtiyac yoxdur. Yəni düzdür, insan var məşq sistemi bir qədər uzun olur. Məsələn, peşəkar atletlər var. Baxırsan nə məşq eləyirsən. Məsələn, crossfit məşqləri var ki, onu həddindən artıq çox eləməyin bir mənası yoxdur. Bu sənə zərər verir, sinir sistemində çöküş başlayır. Amma elə məşq sistemi var ki, sən müəyyən qədər vaxtı alır, müəyyən qədər səndə vaxt aparır. Yəni 45 dəqiqədən artıq məşq eləmək olmaz sözü də yanlış sözdür. Bir müddət overtraining məsələsi var ki, 45 dəqiqədən çox məşq etmək overtrainingdir. Amma baxır necə məşq edirsən. Məsələn, sən əgər sürətli məşq edirsənsə, sən kardiovaskular sistemi gücləndirmək istəyirsənsə,
Sən bu ola bilər, sən yarım saatda çəkərsən məşq sistemin, hətta 20 dəqiqə də çəkə bilər. Ancaq sən sırf güc məşqləri edirsənsə, sən nə bilim ağır çəkilərlə güclənmək istəyirsənsə, bu zaman bir qədər sənin məşq sistemin uzun çəkə bilər. Burada bir problem yoxdur. Fasilələr, bəli. Anda belə deyimsə, sırf əzələ kütləsi qazanmaq üçün zala gələnlər var ki, məsələn mənim tələbələrim məşq aralığı gedir 45 dəqiqə 1 saat aralığında edir. Yəni artığına ehtiyac yoxdur. 3 ay məşq edib nəticə görməyənlər. Burada problem məşqçidə olur, yoxsa adamın özündə? Sizə belə bir mövzudan danışım. Məsələn, adam var ki, gəlir arıqlamaq istəyir, zal amma arıqlaya bilmir. Düzgün qidalanma eləyir, diyet eləyir, məşq sistemi eləyir. Elə buna görə dedim də, insan bədəni individualdır. İlk öncə baxmaq lazımdır. Bəlkə həmin insanın bir hormonal problemi var. Məsələn, həmin insanın bəlkə bir tiroid hormonunda problem var, metabolizması zəif işləyir. İlk öncə ona baxmaq lazımdır. Məsələn, mənim tələbəm olub, arıqlamır bu insan. Yəni diyet eləyirik, məşq sistemi eləyirik və artıq bu insanda zob çıxdı. Tənbəl zobu çıxdı və o insanın artıq endokrinoloq tərəfindən müalicə almalıdır zob. Mən belə düşünürəm ki, ümumiyyətcə hər hansı bir idman növünə başlayanda ilk olaraq tibbi müayinədən keçmək lazımdır, o check-updan ki, gətirib məşqçi onu təqdim eləsinlər. Amma çox təəssüf ki, Azərbaycanda bunu çox nadir hallarda edirlər. Ümumiyyətlə nəinki idmana başlayan zaman hər bir insan müəyyən bir 2 aydan, 3 aydan bir müayinələrdən keçməlidir ki, öz sağlamlığına görə müayinələrdən keçmək. Adam var ki, ürəyində ciddi bir problem var və gəlir zala, məşqçi deyir ki, mən crossfitlə məşğul olmaq istəyirəm, sırf crossfit məşqləri eləməliyəm və sonradan da xoşa gəlməyən hadisələr baş verir. Ancaq ümumilikdə götürsək, idman bir sağlamlıqdır. Düzdür, peşəkar idman sağlamlıqdır sözünü demək düzgün olmaz. Peşəkar idmanı, çünki peşəkar idmana başlayan insan sağlamlıq üçün başlamır, bir nəticə üçün başlayır. Peşəkar idman sağlamlıq deyil. Bəli, peşəkar idman sağlamlıq deyil. Mən bunu həmişə demişəm və özüm də bunun canlı şahidi olmuşam deyə. Yəni məndən soruşanda idman, ilk sualım olur ki, sən sağlamlığın üçün istəyirsən, yoxsa nəticə üçün? Yəni artıq bunun cavabından bəlli olur. Bəli. Yəni professional idman sağlamlıq deyil. Bunu razılaşaq. 100%. Bəzi məşqçilər öz bədənlərini göstərib müştəri yığır. Bu belə deyək də marketinqdir, yoxsa manipulyasiyadır? Sizə belə bir mövzudan danışım mən. Ümumiyyətlə məşqçinin özünün müəyyən bir forması olmalıdır. Məşqçinin özü müəyyən bir təcrübəsi olmalıdır. Yəni təcrübəsi olmasa bu zaten məşqçi işləyə bilməz. Ancaq sırf baxıram, yenə o birinci mövzuya gəlib çıxırıq ki, bodybuildingdən yarışa hazırlaşır. Əksəriyyətdə men's fizikdən çıxırlar yarışa, yəni o biri kateqoriyalarda çıxmırlar. Yəni o daha çətindir çünki. O biri kateqoriya bəli daha çətin, daha peşəkarlıq tələb. Düzdür, men's fiziklərdən bizim güclü men's fiziklə məşğul olan idmançılarımız da var, onlara hörmətimiz də var. Ancaq mən burada belə deyim, zala 3 ay, 4 ay gəlib, müəyyən bir farmakologiyadan istifadə edib, yaxşı genetika ilə trener işləmək istəyənlərdən danışıram ki, mən əsas problem bulardır və həmin insanlar daha çox nəsə bir söhbət düşəndə ki, düzgün məşq sistemindən söhbət düşəndə və başlayırlar o dəqiqə forma söhbət eləməyə ki, mən yarışa çıxmışam, mənim 6 dənə presim görsənib, baxırsan elədiyi farmakologiyaya baxırsan, o boyda farmakologiyanın qabağında bu forma bir biabırçılıqdır. Yəni o farmakologiya hara, bu forma biabırçılıqdır, həddindən artıq yüksək dozalardan istifadə eləyirlər. Həddindən artıq qeyri-peşəkar yanaşırlar bu işə. Baxın, bu belə deyək də əlavə qidalar var, əlavə farmakoloji dəstək var da. Bundan istifadə etmək insan orqanizminə məncə çox ziyandır. Əlavə qidalar fərqlidir, idman qidaları fərqlidir. Farmakologiya tam fərqlidir. Qida əlavələrinin bizə heç bir zərəri yoxdur. Yəni qida əlavələrindən istifadə etmək istəyirsə, asanlıqla və rahatlıqla istifadə edə bilərsiniz. Biri gələr ki, mənim böbrəyimdə bir problem var. Mən həkim deyir ki, protein içmə. Özdə protein yox, protein tozu. Yəni protein biraz ümumi bir anlamda. Bəli. Həkim deyir protein içmə, protein tozunu içmə. Bəli, əgər sənin böbrəyində problem varsa, sən nəinki protein tozu, sən ət də az yeməlisən, yumurtanı da az yeməlisən, balığı da az yeməlisən. Sənin böbrəyində əgər ciddi problem varsa, həkim səviyyəsində bir problem varsa, sən nəinki protein tozunu, hətta sən əti də azaltmalısan, qida rasionundan bəlkə də ixrac eləməlisən. Otlarla arıqlama effekti var, yoxsa sırf satış oyunudur? Sırf satış oyunudur.
Yəni elə bir şey Heç yoxdur. mi faydası Heç yoxdur? bir faydası yoxdur. Okay, bəzən bir neçə il bundan öncə dediyim, müsəlmanın bir neçə ili, 5-6 il insanlar gedib çaylar alıb, çayları içib arıqlayırdılar. Yəni əslində ilkin mərhələdə bədəndəki ödəmi atırdılar. Bədəndən Bunu arıqlama kimi algılanırdı. Ancaq Bu su nə atılır. dərəcə doğrudur? Tamamilə yanlışdır. Bədəndən yalnızca su atımı ola bilər. O da müvəqqəti bir şeydir. Yəni düzgün qidalanma Bəziləri olmadığı. düşünür ki, yağ yandırır. Xeyr, xeyr. Yağ yandırma nədən asılıdır? Gündəlik ehtiyacımız olan kalori var və həmin kaloridən daha az kalori qəbul etdiyimiz zaman bizim bədəndə yağ yandırma prosesi baş verir. 1 kilo yağ yandırmaq üçün 7000-8000 kalori arası kalori yandırmaq lazımdır 1 kilo yağın getməsi üçün. Tamam. Yəni indi o kalori hesablaması eləyirsən, düzgün indi gəlir bu oturaq həyat tərzi keçirən və məşqə gələn insan üçün tam fərqlidir. Fiziki işlə məşğul olub zala gələn insan üçün tam fərqlidir. Peşəkar idmançılar üçün tam fərqlidir. Yəni bunun da bir individuallıq əsasən burdadır. Çox adam individuallığı məşq sistemindən görür. Məsələn, full body split məşq sistemindən görür ki, filan kəsə full body məşq sistemi uyğundur, filan kəsə split məşq uyğundur. Zala həftədə 3 dəfə gəlirsə buna split məşq sistemi ilə məşq etmək savadsızlıqdır mən deyərəm. Yəni həftədə 3 dəfə zala gəlir, sinaqoq qabağı işlədir. Bu savadsızlıqdır. Yəni bu şəkildə demək olar ki, birbaşa savadsızlıqdır. Ümumiyyətcə bu istiqamətdə insanları aldadan nədir? Pump. Gəlir zala, deyirəm mən pump oldum, yaxşı məşq eləmişəm deməli. Əgər məsələn məşqçilər də bu dəqiqə marketinqə daha çox işləyirlər. Məsələn mənim tələbələrim var ki, narazılıq eləyənlər var hətta ki, biz niyə eyni hərəkətləri çox işləyirik, davamlı işləyirik. Mən deyirəm ki, mən müəyyən bir sistem başlamışam səndən və sən bu hərəkətdə güclənirsən və gücləndiyin zaman da sənin daha yüksək dəyərli əzələ liflərin işin içinə daxil olur və səndə böyümə prosesi baş verir. Məsələn, sən bench press hərəkətini icra eləyirsən, 60 kilo ilə icra eləyirsən. Artıq gələn ay sənin 70 kilo icra eləməyin sənin əzələndə bir əzələ böyüməsinə gətirib çıxarır. Əzələ kütləsinin artımına gətirib çıxarır. Ona görə ilk öncə hər insan məşqçi seçimindən öncə özü müəyyən qədər araşdırmalıdır. Özü müəyyən qədər bilgili olmalıdır ki, günümüzdə də araşdırmanı ChatGPT ilə bəli, edirlər. bəli. Bu sizin işinizə necə təsir edir? ChatGPT ilə belə deyim mən sizə. ChatGPT deyir ki, pump da əzələ böyüdür, metabolik stres də əzələ böyüdür. Mən özüm indi maraqlı gəlib baxmışam, görüm bu əzələ kütləsinin artımı üçün ChatGPT nə deyir, onun bir fikri nədir? Yəni hər şey orada düzgündür deyə bir şey yoxdur. Bəli. O necə bizə düzgün verə bilər? Düzgün mənbələri biləsən, düzgün mənbələrin araşdırmasını oradan soruşasan, müəyyən qədər nə isə öyrənə bilərsən. Ancaq ChatGPT ilə mən məşq eləyim, ChatGPT hər şeyi düz deyir, belə bir şey yoxdur. Məsələn, miofibril hipertrofiya var, sarkoplazmik hipertrofiya var. Əzələ kütləsinin artımı üçün miofibril hipertrofiyaya önəmli vermək lazımdır. Miofibril hipertrofiya nədir? Aktin və miozin zülalları çıxıntılar şəklindədir və bir-birinin üzərində sürüşərək burada böyümə yaranır, əzələ kütləsinin artımı yaranır. Məsələn, miofibril hipertrofiyaya xüsusi şəkildə önəm vermək lazımdır. Əzələ kütləsinin artımı birbaşa miofibril hipertrofiyadan asılıdır. Səncə düzgün qidalanmaq çətindir, yoxsa insanlar onu çətinləşdirir? İnsanlar onu çətinləşdirir. Mənim bir tələbəm var, dünən onunla söhbət edirik. Yəni 7 aydır biz artıq məşq edirik və 7 ay ərzində bu insan bir 17 kilo çəki düşüb 7 aya, amma düzgün şəkildə düşüb, əzələ ikisi olmayıb və artıq həmin insanı mən özüm yarışa hazırlaşdırıram. Men's fizikdən ölkə çempionatına hazırlaşdırıram və tam natural şəkildə. Və o dünən səs atıb ki, mən bu diyet planda biz tort da yedik, şirniyyat da yedik. Yəni düzdür, bunu həddindən artıq çox yemək düzgün olmaz. Qədəri. Amma qədərində müəyyən qədər o yəni şirniyyatdan da zövq almaq olar. Fast food yeyib arıqlamaq mümkündür? Fast food yeyib arıqlamaq mümkündür, bəli. Özün yoxlamısan. Belə deyim də mən sizə düzgün kalori hesablaması olduqdan sonra fast food yeyərək də arıqlaya bilərsən. Ancaq fast food yeyib arıqlamaq nə dərəcə sağlamdır? Yəni fast food ümumiyyətlə bizim orqanizmimizə zərərlidir. Qaraciyəri həddindən artıq yükləyib, bütün toksinlər gedir ora. Yəni düzgün seçim deyil. Ancaq ki, məsələn, fast food yeyib də arıqlamaq olar və ya insan var ki, fast foodu həyatından çıxarda bilmir. Deyir, mən mütləq şəkildə fast food yeməliyəm, mütləq şəkildə mən nə bilim şirniyyat yeməsəm alınmaz. Yəni həmin insana yavaş-yavaş başlayırsan birinci fast food azaldır, şirniyyat azaldır. Elə insan var ki, deyir
həyatımın bir dönəmində mütləq şəkildə olmalıdırlar. Ən ideal vaxt da fast food yemək üçün və yaxud da şirniyyat yemək üçün çox insanlar bazar gününü seçir məşq etməmək üçün. Ancaq bu yanlışdır. Ən ideal vaxt məşq sonrasıdır. Əgər sən fast food yeyirsənsə gün ərzində nə vaxtsa, sən həmin seçimi məşqdən sonra eləyə bilərsən. Yaxşı, 5 dənə fast food yemək yoxsa 10 dənə kotlet yemək? 5 dənə fast food yemək. Biraz qəribə sual. Bəli. Təbii ki, fast foodun kalorisi daha çoxdur. Kotlet belə deyim də sizə, ətdir, tərkibi zülal mənbəlidir, amma fast foodda burada zərərli karbonhidrat da var, zərərli yağlar da var. 10 dənə kotlet yemək. Peşəkar idmançı ilə məşq eləmək yoxsa adi müştəri ilə? Peşəkar idmançı ilə. Nəyə görə? Bəli, çünki peşəkar idmançı artıq bilirsən ki, müəyyən bir səviyyəyə gəlib çatıb və ona məşq etmək asandır. Amma adam var ki, ümumiyyətlə zala birinci dəfədir gəlir və əlində daş tuta bilmir. Tutursan məsələn götürür ştanqı, əllər əsməyə başlayır. Stabilizator əzələləri çox zəif olur. Tamam. Bu sual çox maraqlıdır. Bax özün məşqçisən. Əgər indi hazırda özün fitness məşqi edəcək olsaydın, Azərbaycanda hansı məşqçiyə güvənib yanına gedərdin? Azərbaycanda özüm fitness məşqçiyəm. Bəli. Mən ümumiyyətlə paylaşdığım bu mövzulara daha çox yaxın mövzular haqqında danışır. Dünya Maliyev Talih. Yəni mən ümumiyyətlə o insandan bir münasibətim yoxdur, salam sağolum da yoxdur. Ancaq paylaşımlarını görürəm, fikirlərini görürəm. Həqiqətən savadlı məşqçidir. Savadlı mövzulardan paylaşır. Hətta belə deyim mən sizə, mən 2019-2020-ci ildə bir video paylaşdım, düzgün məşq sistemi. Orada progressive overloaddan danışdım, mexaniki stressdən danışdım. Və bu ümumiyyətlə bodybuilderlər tərəfindən çox böyük problemlə qarşılandı. Yəni mənə həddindən artıq səhifə birdən-birə qalxmağa başladı. Hamı başladı kommentariyalarda müzakirə olmağa bu. Hətta mən belə deyim, yumurta sarısının bizə zərərli olmadığı haqqında bir məlumat paylaşmışdım. Və o da böyük bir belə deyim, qəribə qarşılanmışdı o da ki, yumurtanın sarısı bizə zərərlidir. Hətta deyir xolesterini qaldırır, amma hansı xolesterini qaldırır? Var yaxşı xolesterin, var pis xolesterin. Yəni belə problemlər olurdu. Ölkədə yəni savadlı məşqçilər var, düzdür. Ancaq mənim son vaxtlarda gördüyüm, son vaxtlarda yəni həqiqətən paylaşdığı məlumatların daha faydalı olduğunu düşündüyüm məşqçilərdən biri Dünya Maliyev Talihdir. Tamam. Səncə fitness sahəsində ən böyük yalan nədir? Fitness pump əzələ böyüdür. Yəni nə bilim və yaxud da deyir ki, məşqə başladın, karbonhidrat 0, zülal yüksək, var elə məşqçilər ki, yəni başlayan kimi karbonhidratı 0-a salırlar və yaxud 50 qrama salırlar, 100 qrama salırlar və ancaq başlayırlar zülalla insanı məşq etdirməyə, zülalla qidalanaraq. Pul üçün insanlara səhv istiqamət verən məşqçilər var? Var. Əksər bu dəqiqə məşqçilər demək olar ki, budur, vəziyyət budur. Yəni nəinki məşqçilər, hətta dietoloqları mən görürəm. Yəni o gün qarşıma bir diyet proqramı çıxıb, qiyməti də 10 manatdır. Yəni bir nəfər alıb onu 10 manata alıb qiymətini. Baxırsan ki, ancaq otlardan ibarətdir. Diyet plan ancaq otdur, brokoli, kahı, bunun zülalı hanı, bunun karbonhidratı hanı. Səhər məsələn durdun, 2 qaşıq qarabaşaq yedin. Vəsə. Günorta brokoli yedin, 6-7 litr su içdin, sonra da öldün heç nə. Yəni bu bir insanı bir aya dəyişdirəcəyəm deyən məşqçi səncə doğru deyir? Bir aya müəyyən qədər nəticə əldə etmək olar. Yəni bir aya bir insan gəlsin məşqə düzgün sistemlə, yəni o bir ay öncəkindən daha yaxşı formada olacaq. Düzgün məşq sistemlə məşq etsə. Hər gün məşq etmək daha tez nəticə verir. Yalan. Ağrı yoxdursa inkişaf yoxdur. Yalan. Eyni proqramı hamı işləyir. Yalan. Kardio arıqlamaq üçün əsasdır. Harasa doğru demək olar. Ağırlıq qaldırmaq qadınları kişiləşdirir. Yalan. Yaxşı bədən bərabərdir yaxşı məşqçi. Düzdür. Diplom olmasa da yaxşı məşqçi olmaq olar. Düzdür. Instagramda məşqçi seçmək normaldır. Düzdür. Detoks çayları arıqladır. Xeyr, yalandır. Tərləmək bərabərdir yağ yandırmaq. Birbaşa yalandır. Arıqlamaq üçün yeməyi kəsmək lazımdır. Yalandır. Karbohidrat kökəldir. Yalandır.
Diyet saxlamadan forma yığmaq mümkün deyil. Doğrudur. Fast food yeyib də formada qalmaq olar. Olar. Axşam yemək yemək piy yığır. Boş söhbətdir. Peşəkar idmançı hər zaman məşqçiyə qulaq asır. Düzdür. Peşəkar idmançılar, bəli. İstedad zəhmətdən daha önəmlidir. Xeyr, zəhmət daha önəmlidir. Deməli, psixoloji hazırlıq fiziki hazırlıqdan üstündür. Bunu bu haqqda biraz uzun danışmaq istəyirəm. Psixoloji hazırlıq belə deyim mən sizə. Məsələn, adi bir çəkin götürək. Məsələn, mən bench press hərəkətində maksimum çəkim 183 kilo olub. Mən hardasa psixoloji biraz da hazır olsaydım 185 kilonu icra eləyə bilərdim. Ancaq mən nə qədər psixoloji hazırda olsam, mən 200 kilonu icra eləyə bilməzdim. Yəni psixoloji hazırlıq düzdür, önəmlidir, vacibdir. Ancaq ki, qədərində. Yəni mən immeni psixologiyam hazır, gedim ağır çəkiyə girim və yaxud da elə bir rəqib üzərində hazırlaşım ki, mən bunu udmalıyam. O yüzden nə qədər psixoloji hazır da olsan, görünən bir şey var ki, yəni mümkün deyil. Alınmır. Nə qədər, amma psixoloji hazırlıq yenə deyirəm, önəmlidir. Psixoloji hazırlıq hansı zamanda özünlə eyni gücdə bir rəqibdir və sən daha psixoloji hazır olduğun zaman həmin rəqibə qalib gələ bilərsən və səndən cüzi bir miqdarda yaxşı hazırlaşıb, yaxşı formada olan bir rəqibdir. Sən ondan daha psixoloji hazır olsan və onun psixologiyası zəif olsa, sən ona qalib gələ bilərsən. Amma birbaş üstün rəqiblər var ki, birbaş. Nə qədər psixoloji hazır olursan ol, yəni mümkün deyil. Bu gün Azərbaycan gənclərinə nə demək istəyirsən? Azərbaycan gənclərinə onu demək istəyirəm ki, ya idman yolunu seçirlərsə, düzgün seçsinlər və yaxud da təhsili seçirlərsə, yəni ora daha çox fokuslansınlar. İkisi bir arada düzdür, olur, amma bir qədər çətinlik yaradır. Yəni həm mən təhsil alım, həm peşəkar şəkildə idmanla məşğul olum. Bu bir qədər çətindir. Ancaq ki, təhsillə məşğul olsalar belə, həyatlarının bir yerinə idmanı məncə əlavə eləsələr daha yaxşıdır. Həm sağlamlıq üçün, həm də müəyyən bir yaxşı forma üçün idmanı əlavə eləyə bilərlər. Ancaq həm təhsillə məşğul olum, həm işləyim, həm də peşəkar idmanla məşğul olum və bunu artıq gənc zamanda buna qərar vermək lazım ki, mən işləyəcəm, mən mühasibə olacağam, yoxsa mən peşəkar atlet olacağam. Artıq buna qərar vermək lazımdır. Gəldiyin üçün təşəkkür Çox edirəm. Xoş söhbət oldu. İnşallah növbəti layihələrdə görüşərik. İnşallah.